İnsan resursları üzrə təcrübəçi işi var yoldaşlar. İnsan resursları üzrə təcrübəçi işi var. Kimsə bu sahədə karyera qurmaq istəyirsə, bildim ki, elə son 24 saatda təxminən, elə son 3 dənə o sahə üzrə təcrübəçi işi var. O sahədə karyera qurmaq istəyirlər üzrə. Biri, misal üçün, Aras supermarketdədir yoldaşlar. Ali təhsil tələb edir. İnsan resursları metriklərlə bağlı nəzəri bilikləriniz olmalıdır. Bu bir variantdır. İkinci bir variant da var. Orada qeyd edim ki, part-time'dır, HR assistentidir. 350 manat verir. Belə bir variantı da var. 19-25 yaşlı xanımlar üçündür. Ofis proqramlarını bilməlisiniz. Üçüncü variantı isə bu Azərsundadır. Ali təhsilli olmalısınız. Əmək qanunvericiliyini bilməlisiniz yoldaşlar. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər insan resursları üzrə olan təcrübəçi və yaxud da mütəxəssis işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanıza çətinlik çəkirsinizsə və yaxud da fərqli sahələrdəki işlərlə tanış olmaq istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.